Öncə ondan başlayaq ki, Rəşid müəllim, son dövrlər sanki mənəviyyatımızda korroziya başlayıbdır. Cəmiyyət olaraq çox dəyişmişik, insanlar olaraq çox dəyişmişik. Son günlərdə inanılmaz dərəcədə ailəçi şiddət artıbdır. Elə bir ucudan xəbərlərdə eşidirik ki, ər-arvadı baltaladı, qadın intihar elədi, inanılmaz çox dərəcədə də intihar halları var. Sizcə bunun səbəbi nədir? Birinci salam, hörmətli tamaşaçılar. Bilirsiniz, Azərbaycanda biz düşündüyümüz kimi deyil. Mən məsələn elə bilirdim ki, məsələn müharibə gedir də bizim ölkəmizdə. Aprel döyüşlərində mən elə bilirdim ki, ziyalılar birinci cavab verəcək. Amma yox, mən o cəmaatı, bizim xalqımızı, ziyalısını demirəm. Onlar birinci, hamıdan qabağa düşdülər və onlar hamısı müharibə getməyə istədilər. Deməli, bizim xalqımız daha üstün fəaliyyətdədir, nəinki ziyalılar. Ziyalılarımız xalqımızdan geri qalır, deyərdim mən belə düşünürəm mən. Digər tərəfdən, son zamanlar, bax bu münaqişələr, məsəl üçün, 8-ci sinif şagirdi öz tələbə yoldaşını bıçaqlayıb. Məsələn, olur ki, ailə münaqişələri var. Bunların çox səbəbləri var, açıq deyirəm. Səbəblərindən biri də, məsəl üçün, birinci ailə tərbiyəsinin çox böyük rolu var, xanım burada. Məsələn, o uşaqları biz müzakirə eləsək, niyə bıçaqlayıb? Özü də film bıçağı, bu boyda bıçaq gəzdirir bu adam. Çox güman ki, onun arxasında o kimlənsə birləşib, təkcə özünün deyil bu bıçaq və bir neçə nəfərindir. Bunlar çox, mən qorxuram onun, hələ o uşağın gələcəyindən də qorxuram ki, o uşaq gələcəkdə narkoman da ola bilər. Bilirsiniz, son zamanlar deyəndə hər millətdə var bunlar, elə bilmir təkcə bizim, hər dövlətdə var, bilmir bizdədir, hər yerdə ola bilən şeydir. Bu münaqişələrin çoxunun səbəbi kasıbçılıqdır. Pul çatmamazlığıdır ailədə. Eləsi də var ki, nə bilim, qadınla kişi arasında münaqişələr var, boşanmalar var. Bunlar tamam bambaşqa şeylərdir. Onlar çoxu ailədə deməli, maddi cəhəti çatmamazlığı, mənəviyyətin pozulmasına səbəb olur, xanım. Yəni, maddi cəhət əvvəllər də yox idi də, Rəşid müəllim. Deyək ki, 41-45-ci illərdə insanlar bir qarnı aç, bir qarnı tox yaşayırdılar. Ya ondan sonraki 50-ci illərdə də. Sanki indi hər şey var, ərzaq da bolluğu da var. Biraz pul da var, nisbətən var. Amma biz daha təcavüzkar olmuşuq.